Herkese sağlam. Bugün Solmaz ile birlikte Santorini'ye gedirik. Yani daha doğru desem Yunanistan'a gedirik. Yani burada adı elə gelir. Burada ise yol çəkmişəm. Biraz bəlkə sürmüş ola bilərəm. Və aeroporta gəldik. Burada artıq biletlərimizi alırıq və samolyota mindik. Burada ise hemen bir iki video çekmişim. Onları zaten bayağı gördünüz. Ve təyyarə qalxır. Burada ise qalxışını çəkmişim. Artıq evə çatmışıq və burada evi turlayıram. Bu arada orada biz ayaqla yerdik çünki maşın falan yox idi və oralar sıxıcı olmasın deyə çəkmək istəmədim. Burada isə ev turlayıram. Buranın evləri çox maraqlıdır və həqiqətən çox gözəl ab-havası var. Mən çox sevirəm. Burada 2 nəfərlik yatmağa yer var idi. Yəni burada belə imiş. Orada sonumuz kəşf etdik. Gəzmək dedikdə yəni dənizə gedirik. Dəniz kombinlərimizi öncədən hazır eləmişdik və gəldik dənizə. Bura isə çox qəşəng idi. Yəni mən bura əvvəlcədən gəlmişdim və buranın belə gözəl olduğunu bilirdim. Dənizin suyu, buranın ab-havası gerçəkdən çox gözəl idi. Burada isə dənizə düşdük və çox gözəl kadrlar çəkmişəm. Burada isə gəmilərə mindik. Bir neçə gəmiyə minmişəm və burada belə düz gedirik. Bu gəmiləri çox sevirəm çünki içində minəndə çox gözəl şəkillər falan çəkmək olur və mən bura əvvəlcədən gələndə bunun içində bir post atmışdım. Yəni xatırlayanlar olar deyə düşünürəm. Burada ise yine başka türlü bir gəmiyə mindik. Zaten kapak fotoğrafında bunun şəklini çəkmişdim. Ama yalnız bunu daha çok sevdim. Çünkü bu daha belə şirinimsi bir gəmi idi. Mesela daha yığcam, daha kiçik ve daha şirin geldi mənə. Hər neyse burada belə sürürəm. Bunu çox sürmədik. Çünkü artık saat gecə idi və çox daha şeyler eləyə bilək deyə gəldik gəmiyə. Zaten məqsədimiz ilk gündən gəmiyə gəlmək idi. Yəni dənizdə çimdikdən sonra gəmiyə gəlmək idi. Burada isə yenə buranı turlayırıq və fərqli yerlərə gedirik. Burada artıq evə gedirik. Burada yolculuğumuzu çəkmişəm və yenə bu maşına gedirik. Evə çatdıq və biraz Solmazın yanında uzandım. Sonra gəldim bura, ayrı yatdıq. Yəni bir kravatda 2 nəfər yatmaq təəssüf ki olmur. Solmaz yatmışdı və mən tez belə hazırlandım. Burada kombinimi göstərmişəm. Sonra hələ tam səhər olmamışdı. Biz isə kombinlərimizi eləyib biraz televizora baxmaq istədik. Sonra maşına oturduq və gedirik səhər yeməyə. Səhər yeməyə burada xüsusi bir yeri yoxdur. Yəni kafe olur çox vaxt. Yəni kafeyə gəldik. Kafedə isə sadə çay və şirniyyatlar falan olur. Gəldik bunları dadmağa. Ardından isə Santorini'nin ən məşhur yerinə gəldik. Düzdür, buradan çox faydalana bilmədik. Amma kiçik bir şəkildə buranı turlamağa çalışmışam. Kombinlərimiz isə bunlar idi və günorta kombinimi çox bəyəndim. Nədənsə çox şirin bir kombin gəldi mənə. Hər neysə, burada da hovuza girməsə olmazdı. Çünki çox şirin və çox gözəl rəngli hovuzu var idi. Yeməyimizi isə buranın ən məşhur qəlyanaltı məkanına gəldik. Burada isə yəni hər şey verirsiniz. İstəyirsən, günorta, axşam, yəni burada da yenə seçimlər çoxdur. Və burada isə gəldik, belə kombinlərimiz falan var. Televizor falan. İndi isə gedirik axşam yeməyinə. Televizora baxdıq, sonra isə axşam kombinlərimizi elədik və gedirik axşam yeməyini yeməyə. Burada isə yenə də gəldik həmin məkana. Dediyim kimi burada bir çox növ var və buradan faydalana bilərsiniz. Akşam yeməyi seçimimiz bura oldu.
Bu arada sırf bu kombinlərimizi çox bəyəndim. Zaten tətil kombinlərimizin içində məncə ən qəşəngi bunlar idi. Yəni Solmazın bir çox kombinini daha çox bəyəndim. Amma mənim kombinlərimin içindənsə məncə bu daha qəşəng idi. Yəni ən azından mənə belə gəlir. Yəni pijamalarımızı geyindik və yatırıq. Səhər isə əl üzümü yudum və yenə Solmaza oyandığımı deməmişdim. Burada yəni videonun dəqiqəsi çox olsun deyə belə eləmişəm. Gecənin bir ailəmin mənə bir vəh gəldi və səhər tam olmamış gəldim burada fotosessiya eləməyə. Burada belə Solmaz falan qıraqda durub, mən isə belə bir iki şey çəkmək istəmişəm. Sonrasında səhər yeməyimizi burada yedik və pis bir xəbərim var ki, bu bizim son günümüzdür. Yəni əslində mən də belə olmağını istəməzdim, amma bəzi səbəblərdən tətilimizin bir gün olmalı oldu, yəni 2 gün ola bilmədi. Buradan isə gedirik aeroporta. Aeroportdan isə valizlərimizi alırıq. Valizimi belə göstərirəm və burada sağollaşıram. Kanalıma abunə olub və like atmağı unutmayın. Hələlik!